Salam əziz izləyicilər, hər birinizi kanalımda xoş gördüm. Bugün mən 2 ədəd mono səs gücləndiricidən, yəni biri TEDA 2003, biri isə TEDA 2006. Bunların hərəsi, yəni bu iki səs gücləndirici, hər ikisi televizorun üzərindəki səs gücləndiricidən çıxarılıb. Bunların hər biri monodur. Yəni hər bir səs gücləndirici TEDA 2006 12 wattdan 18 watta kimi, yəni kolonkaları belə deyək, dinamikləri oxuda bilir. TEDA 2003 isə maksimum 12 watt dəstəkləyir, yəni dinamikləri çıxış gücü 12 wattdır. Onu bildirim ki, TEDA 2006 disortasiyası, yəni səs keyfiyyəti daha yaxşıdır. TEDA 2003-də biraz zəifdir. Mən bugün 2 ədəd dinamikdən istifadə edəcəm. Bunu TEDA 2003-ə quraşdıracağım. Çünki bunun distortasiyası azdır. Yəni o qədər səs keyfiyyətin təsir eləməyəcək. İkinci isə hamımızın bildiyi, yəni belə bir pioner maqnitofondur. Maqnitofonun üzr istəyirəm. Pioner kolonkadır. 4 ohm, maksimum 300 wattdır. Yəni bu 300 wattı indiki, yəni düz danışmalıyım, 300 wattı bu oxuda bilməz. Maksimum 80 watt və yaxud 100 watta kimi qalxa bilər. 300 wattda bunun hissəsini tapmaq olmaz. Çünki 300 wattlıq hələ bir güclü bir səs gücləndirici də yoxdur. Yəni TEDA 2006-ya bunu qoyacağım, yəni çıxışına. Bir ədəd əvvəl göstərdiyim kolonkanı qoyacağım. Yəni bunun çıxış gücü maksimum 100 wattdır. Bu da belə deyək, reklam vasitəsi, belə deyək, reklam üçün qoyulub. Ancaq bunlar maksimum 20 watt və yaxud 30 watt ola bilər. Çünki 100 watt dəstəkləyə bilməz. Bu 100 wattı mən bunu 18 watta qoşuram. Bu səs bunda gedir, gəlir, itir və yaxud səs keyfiyyəti itir. Yəni o 100 wattı bunlar dəstəkləyə bilməz. Bunlar reklam xarakterli. Yəni üstünə etiket vurulub. Ondan əlavə bizə lazım olacaq bir ədəd Bluetooth modul. Yəni mən bunun naqillərini lehimləmişəm. Gördüyünüz kimi Bluetooth-u. Bir ədəd hər iki səs gücləndiricidən bir-birinə paralel şəkildə gücü ötürən naqillərdir. Bunlar hardasa 1 milli, 2 millilik kabellərdir. Güc kabelləri biraz qalın olmalıdır. Bir ədəd də 1-2 milli, yəni onlardan daha qalın, bir-birlərini, yəni həm torpaqlamanı, həm də massanı ötürən naqildir. Bundan əlavə bizim əvvəlki videoda düzəltdiyimiz powerbank lazım olacaq. Bluetooth modulu, yəni güc mənbəyi kimi, güc qaynağı kimi adaptordan istifadə eləməyəcəyik. Bugün düzəltdiyim, yəni geri dönüşdürdüyüm powerbankdan istifadə edəcəm. Yəni videom asan da olacaq, izahlı olacaq. Ümid edirəm ki, yaxşı nəticə əldə edərik. Əziz izləyicilərim, birinci TEDA 2006 səs gücləndiricisini sizə göstərim. Bunu biz əvvəlki videoda düzəltmişik. Düzəlmə qaydası var. Yəni açıqlama bölməsində mən sizə linkini paylaşacağım. İndi isə bu TEDA 2003 səs gücləndiricisindən danışım. Mən bunu 2019-da düzəltmişəm. Hardasa 6 il bundan qabaq. Yəni bu səs gücləndiricini indi mən əvvəl düzəltdiyim kimi burada giriş 12 volt giriş yaratmışam. İndi mən bu girişlərdən həmin bu səs gücləndiriciyə paralel şəkildə olaraq kabelimi lehimləyəcəm. Gördüyünüz kimi. Biraz kamera. Kamera belə yaxşıdır. İndi buradan mən gördüyünüz kimi qara kabeli massaya, yəni qara kabeli lehimləyirəm. Lehim qələmimiz oxuda yaxşı qızmayıb. Lehimlədim mən bunu bura.
İndi isə plus qütbünü, bu minus qütbüdür. Mən bunu şaseyə bağlamışam. Yəni radiatora. Bildiyiniz kimi radiatorda orada massa rolunu oynayır. Bunu bura çəkdim. İndi isə mən bunu, baxın bunu. İndi mən bunu bax bura şaseyə, şasedən şaseyə ötürmə məqsədli lehimləyirəm. Yəni əmin olmaq üçün də belə deyək. Əmin olmaq üçün mən bunu bura lehimləyirəm. Mən bunu bura lehimlədim. Artıq ikinci səs gücləndirimizə götürürük. Burada deməli 35 volt 1000 mikrofaradlıq kondensatorumuz var. Kondensatorumuza burada baxırıq. Minus qütüb, yəni buradan bəri göstərirsə, deməli bunun minusu buradadır. Mən bunun plusuna bunu lehimləyirəm. Belə lehimləyirəm. Belə lehimləsəm yox, belə ən yaxşısı elə belə düz tutmuşdum. Bunu bura lehimləyirəm. Biraz ola bilər fikrim dağınıq olar. Yenə mən nəsə səhv eləsəm, siz rəy bölməsində bildirin. İndi isə mən bunu şaseyə lehimləyirəm. Gördüyünüz kimi artıq bizim səs gücləndiricimizin artıq belə deyək, güc mənbələri hazırdır. İndi isə səsi bağlayaq, yəni kolonka çıxışlarını. Kolonka çıxışlarını bağlamaq üçün bizə naqil lazımdır. TDA 2003 gördüyünüz kimi. Buna istəyirəm bir dənə kember atam. Kember buradadır. Kember budur, yəni makarondur. Siz bunu hansı elektronika marketinə yaxınlaşanda makaron desəz, yəni daralan boru. Bizim termində daralan boru gedir adı. Daralan boru düsüz verəcəklər. Göstərəcəklər daha doğrusu. Bunu bura keçirdirəm. Keçirdikdən sonra lehim qələminin yavaş-yavaş üstündə oynadıram. İstərsəniz daralır. Bir əldə kameraya baxıram, bir əldə şeye baxıram, makarona baxıram, alınmır. Aha. Kolonka çıxışımızı bura lehimləyirik. Qeyd edim ki, mən bunu əvvəlcədəndən, yəni burada da girişlər var. Asanlıqla tapa bilərsiniz. Bunu da bura lehimləyirəm. Bunu da bura lehimləyirəm. Lehimlədikdən sonra artıq TDA 2003-ün birinci səs girişi, yəni birinci monomuz hazırdır. İndi ikinci monomuza keçirik. Burada da videonun Burada da videoda göstərmişdim. Dördüncü ayaq və massa. Dördüncü ayaq və massa. Bunu dördüncü ayağa lehimləyirəm. Birinci massanı lehimləyirəm. Yəni ground. Qeyd edim ki, mən peşəkar deyiləm, mən həvəskaram, mən bu işi görürəm. Ola bilər mən burada səhv eləyə bilərəm. Ola bilər. Elə bir insan yoxdur ki, onda səhv olmaz.
Lehimləyirəm. Lehimlədikdən sonra aha, deməli 2000 TEDA 2006-nın da artıq səs çıxışları, yəni kolonkalara, dinamiklərə gedən xəttlər lehimləndi. İndi biz səs deyək, girişlərini, yəni girişlərini, Bluetooth modulun səs girişlərini bura lehimləyirəm. Birinci, burada mən gördüyünüz kimi lehimləmişəm. Bu ground, yəni orta massadır. Massanı hər hansısa bir yerə, məsələn, hara lehimləyək? Məsələn, lehimləyək bura. Lehimlədim. Videonun yenə əvvəlki qismində tapa bilərsiniz. Mən bunu bura səs girişini tapmışdım. Səs girişini bura lehimləyirəm. Birinci səs girişin. Left, right, yəni ki, sağ, sol. Bu ayağı da lehimləyirəm. Bir də şu göstərir. Bunu da bura lehimləyirəm. Bunu da bura lehimlədikdən sonra artıq dövrəmiz, yəni düzəltdiyimiz dövrə TEDA 2006 və yaxud 2003, yəni 2 dənə səs gücləndiricimiz bağlandı, yəni bir-birinə. Artıq bizim mono yox, stereo səsimiz var. Bunu kolonkalara keçirdirəm. Qeyd edim ki, yekə kolonkanın Pioneer kolonkasının bağlıdır. Videolarda baxa bilərsiniz. Mən bunu gətirəndə deməli kondensator, 2 ədəd kondensator, yəni Sukhoi payka, quru paykadan qopmuşdu. Artıq korroziya məruz qalmışdı. Mən onları dəyişdirdim. Eyni gücdə, eyni belə tutumda kondensatorlar qoymuşam. Kolonkalarımız hazırdır. İndi 12 volt güc mənbəyini verəcəm. Qeyd edim ki, burada belə bir 12 volt adapterında belə bir Drossel bir filtr qoymuşam. Yəni səsdə yaranan parazitləri, şumu, yəni aradan qaldırmaq üçün, pomexləri aradan qaldırmaq üçün. İndi mən bunu 5 voltu, üzr istəyirəm, 12 voltu TEDA 2003-ə verirəm siqnalı. TEDA 2003-ə səsimi verirəm. Gördüyünüz kimi artıq səs gəldi. Baxın. Artıq TEDA 2003 işləyir. Yəni hazır vəziyyətdədir. İndi isə ikinci kolonkamıza baxıram. Gördüyünüz kimi artıq bu da səs girişi hazırdır. İndi isə mən powerbankımdan, yəni düzəltdiyim powerbankdan bir dəqiqə, burada çoxdan alır. Buradakı powerbankdan Bluetooth modula, Bluetooth'a səs ötürürəm. Bluetooth modula səs ötürürəm. Bluetooth modula artıq gördüyünüz kimi artıq səslər hazırdır. Mən indi ikinci telefon gətirib, telefonu Bluetooth'a qoşub sizə göstərəcəm. Gördüyünüz kimi əziz izləyicilərim, artıq səs gücləndiricimiz işləyir. Yüngül isinmə var. Yəni bu normaldır, qızmalıdır. İndi isə mən ikinci telefonu gətirib, qoşub istifadə edəcəyik.
Videomuzun sonuna gəlib çatdıq əziz izləyicilərim. Bizə lazım olan bir ədəd Bluetooth modul idi. 2 ədəd səs gücləndirici. Bu səs gücləndiricinin əvvəlki videosu kanalda var. Bu TDA 2003 videosu da var, ancaq bu həmin TDA 2003 videosu deyil.